Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olarsınız. Bu gün də Car Simulator-dayıq. Car Simulator-da sizlərlə birlikdə yeni bir maşın alacağıq. Yəqin qabaq fotoğrafından görmüsünüz. Uşaqlar, bu maşını aldım. Bilmirəm mən çoxdandır bu Car Simulator videosu çəkmirəm deyə yadıma düşmür. Mən bunu sizə göstərmişdimmi ya yox. Bunu günlük ödüllərdən aldım. Qəşəngə yığdım. Ən sürətli, yəni T6 motorda qoydum. T5 motorda qoydum. Bir dənə bunun arxasına miqalka da almışdım. Şeydə arxasına qoyulan var ya ondan. Bir dənə onda taxım polisə görə şeyləmişdim, çıxartmışdım. Hə, bir dəqiqə. Motoruna bir dənə baxın, motoru neçədir bunun? Motoru T5 uşaqlar. T5 motordur bu dəqiqə. Yəni məncə tam da, yəni maşın sürətli olmalıdır da məncə. Sonra hə, bir də bunu mən uygulayım ki, polis tutmasın bizi. Qoydum bura üstünə, qoydum. Uşaqlar gedək 2 milyon, yəni 3 milyon pulumuz var. 20 minə çıxsaq 3 milyon pulumuz var. Əslində daha çox idi. Maşının motoruna falan reklam. Hə, nə deyirdim? Hə, deyirdim ki, bu maşını günlük ödüllərdən aldım. Sonra buna bir 500 min, 600 min də pul qoydum. Ona görə məqdədən var. Ancaq şey mesaj gəlir. Hə, ona görə 500 minim getdi. Nəysə, mən indi Niva ilə getmək istəyirəm. Çünki Nivanı mən yığdım. O qədər xoşuma gəlir ki, bu Niva. O qədər yəni qəşəng yığmışam ki, adam istəyir götürsün da oyuncaq kimi işlətsin də maşını. Mən bu Nivan videosunu çəkmişdim sizlə. O da heç yadımda qalmışdı valla. Hə, bugünkü maşınımızı almağa gedək. Bu Niva da sürətlidir, qəşəngdir. Belə qabağında sirənlər də var. Çox qəşəngdir. Çox disklər çox qəşəngdir. Ha, gedək yerə. O maşını da göstərim uşaqlar sizə burdan. Maşın. Yeni güncəlləmədə nə oldu? Baqa girdi yox, hə. Yeni güncəlləmədə girdim bura. Yeni güncəlləmədə gələn maşınlandı. Baxın. Alacağım Elure. Babu. Bu maşın olacaq. Həm o xoşuma da gəlir. Burada Savanna falan var. Onları da almaq istəyirəm. Bu Savanna var. Bu da çox qəşəngdir, amma pulum çatmır ona. Sonra bax bunun da 480 minə bunu da ala bilərəm. Bu da çox qəşəngdir. Baxaram da baxım gedək ora. Bəlkə Elureni aldım ya da ki o Jeep kimi olan maşın vardı ya da onu aldım. Daha görə hansını seçəcəyik. Çıxdıq. Həminki burada Yusuf var isə. Hə, buradır. Hə, buraymış, bu maşınlardır. Hə, gəldik çıxdıq bura. Nivamız olur. 240 ilə gedirik. Niva görə həddindən artıq çox sürətli. Ha, gəldik, açıldı susamaçıl. Aha, buradan mən maşınları almışdım. Bu nədir? Bunu almaq istəyərəm. Oo, 100 taslaqdır. Bu hələ qalsın. Almaq istəyərəm, amma 100 taslaq hələ qalsın bu. Bax, burada cip var, belə. Bunu bir yoxlamaq istəyirəm. İçinə falan baxa. Sonra o birisi Eldure'yə də baxacam. Amma mən sport maşını lazım. Onun videona bax, bunun videona bax. Elə rəngi də belə qalsın. Mən uşaqlar bunu alaq. Bunu çoxdan almaq istəyirdim. Xeyirli uğurlu olsun hanəmizə. 2 milyon 350 min pulumuz qaldı. Birinci uşaqlar maşının səsinə. Elə uşaq, bunu mən belə də saxladım. Çünki belə çox qəşəngdir. Diskisi sadı. Biraz diskisini ayrı bir şeylər falan baxarıq. Səsinə baxaq birinci. Qəşəng. Səssiz adı qəşəngdir. Bunlar normal olan bir şeylərdir. Bunlar yaxşıdır. Birinci indi maşına mən trasa çıxardacağam. Yola çıxardacağam. Buradan sürüm sürətinə baxacağam. Maksimum sürətinə. Yol hardadır? Yol harda qaldı? Yola səhv yerdən girdim. Hə, buradan getməliyəm. Maşın biraz belə yerlərdə sürək. Məncə o qədər sürətli deyil. Çünki stok vəziyyətdədir. Bunu T3 motor ilə mən fikirləşirəm. Çünki maşının özünə baxanda çox sürətli. T3 motor eləsən məncə çox yaxşı maşın olacaq. Şimdi gəldik, trasa çıxdıq. Tras da bura yoxsa yox, hələ yox. Tras səhvli bura. Və bastım qaza. Görək maşın neçə sürətlə gedir. Yəni maksimum speedi neçədir? 150-ni 200 görər. Aha. 200'ü gördü. 220 yazada qalxar. 200 maksimum speed. Ay dayan. Ha, maksimum speed. 250 50 hə. Maksimum 250. Biz indi buna T3 motor qoysaq, bu rahat bir 350 yazar çıxar. Çünki 250 T1 motor 300, T2 325 330 zat. T3'lər 350 370 zat çıxacaq. Məncə
yəni 370 sürətlə nə istəyim də mən bu maşını. Biraz amma orasını biraz əl gəzdirəcəm, baxacam da hələ. Çünki pulumuz hələ var. Pulumuz həddindən artıq çoxdur. Bir şey yığmışam. Aha, mən gedim bunu Niyaməddin, yox, Niyazət, ay ustanın adı nə idi? Niyaməddin o, yox. Onun adı nə idi? Ya ustanın adı yanına çıxıb iki bir adı qoymuşdum. Sən sonra bir daha baxaq. İçi oydu. Doğrusu hətta belə bir maşınımın olmasını istəyərəm də. Bu rəngdə, bu diski təkərdə, bu vidda fasonda, bundan var bir dənə. Oy, çox qəşəngdir. Qabaq da çox qəşəng. Bir dənə stopa baxaq görək necə stopu. Stop belə bə dala vermə. Dala verməyə bax. Həqiqi çox qəşəng maşın. Mən bəyəndim. Puanımızı yazarsınız ki, maşını tam hazırlayacağım. Sonra puanımızı yazarsınız ki, 10 üzərindən neçə verirsiniz maşına. 600 minə dəyərdimi? Bunun 1 milyonu versələr dəyər. Həqiqətən 1 milyonu versələrdilər də maşına dəyərdi. Gəldi ustamızın yanına. Ala dönmür. Usta da özümüz ye. Bana qamis servis. Aha. Bax, çox qəşəng. Rəngi çox qəşəngdir. Buna bir dənə mən bundan qoyacağam. Miqalka olmalıdır. Mütləq miqalka olmalıdır. Bəs üstə. Üstə belə durur. Mən altda bəs. Alt yox, üst. Üstün babası çox yaxşıdır. Bəs arxa. Arxaya da buradan qoyuram belə. Füsun. Qoydum. 300 mini də buna verdi. Mal kimi gedib nələrə pul verir. Elə öz diski yaxşıdır. Öz diski qalsın hələ ki. Ha, motor. Motorumuzu şalar çox pulu gedəcək. T1, T2, T3. Aha. Mən deyəndə 1 milyon 500 min zat pulumuz qalacaq bizim. 1 milyon 500 min. Belə bir pul qalmalıdır. Çünki motor çox həddindən artıq pul atarır özü. Atarır. Nosko qalsın. Vurdum. T3 motor eləyəm mən deyəm. Vurdum. Hə. Vurdum. Neyse. Masa da girdik, bunu da elədik. Hə, T3 motorunu aldı. Yox, yaxşı. Gəlin T4 eləyək. Eyb olmaz. Biraz puldan heç olmaz. T4 eləyək. Buradan da 1 milyon 600 min zat qalar. Yox, 800 elə qalacaq. 52 min burada xərcləyəcəm, 800 qalacaq. Aha. Bunu almamışam ki. T4'dən elə 1 milyon 800 min pulumuz qaldı. Maşın məncə çox canavar oldu. Bunu uşaqlar yazaq ki, bilinsin. Ayda, qapısını bəlkə belə açılsın. Qapısı belə açılsın 50 minə. Şit olması belə, niyə olur ya? Belə çox qəşəngdir məncə. Biri var belə açılması, biri var belə. Yox belə laf qəşəng açılırdı. Eyb olmaz, amma elə laf yaxşıdır. Ha, bura yazırıq ki 2026. Çünki 2030'da 2031'də baxanda deyəcəyik ki, bu maşın old maşındır. 2026, OP 2026 deyəm. OP 2026. Şəm, 5000'ə də bunu qoyduq. Şüşələr zadı elə qalacaq. Bir də gedib mən təkərin rənginə baxmaq istəyirəm. Rənginə belə baxmaq istəyirəm. Bir də bunlar, reklamlar bezdirdi. Vardı bir dəqiqə. Bunları yandırdı. Bu niyə belə eləyir deyən görüm hə. Basılı qalıbmış. Qabaqdan arxadan çox zor görünür. Belə qaranlıqda yox, ona görə belə görünür. Mən bir də səhər vaxtı sizə göstərəcəm maşını. Ayda arxasına spoiler qoyardıq. Spoiler qoyardıq arxasına. Maşının burada belə pis görünür. Bir dənə diskisinə mən baxım. Diskisinin rəngi ağ. Diski hara girdim mən deyən. Diskisi belə olacaq. Qara yaxşıdır. Qara qalsın amma parıltılı bir qara. Oy, 22 minə bu laf qəşəkdir. Düz qaradı qara olmalı amma belə laf qəşəkdir. Amma WhatsApp'dan DVD. Oo, nə qədər mesaj gəlib. Nə qədər mesaj gəlib də. Hə. Sözüm yandan çıxdı. Gəldik. Maşın xodlayaq. Mən bunun diskisini dəyişməyə çalışacağım. Ya da bir dənə səhər olsun. Sonra gedəcəyim maksimum sürətinə baxaq. Spoiler zadda baxarıq. Baxarıq görək necədir spoileri. Yaxşı bir spoiler də seçərik. Aha. Disklərindən diskidən. Yox uşaqlar, öz diskisi çox qəşəngdir. Çox qəşəng oturub üstünə. Bunun aha belə tam deyəm. Belə tam bir şey eləsək nətər olar? Tam belə qəşəngdir. Hə,
Spoiler. Spoilerlərdən nə qoyacağıq? Spoiler. Spoiler. Deyən. Arxasından bu formada qəşəng bir şeylər yoxdur. Yox, bunlar standartdılar elə. Bu nədir? Hara girdim mən? Hara girdim? Ya, bu nədir? Bu nədir? Oo. Oo. Belə qəşəngdir, amma bax bunsuz lap qəşəngdir. Bəlkə spoiler eyb olmaz. Bu maşını spoiler qoyaq. Maşın tam yarış maşını elədik. Belə də qalsın. Çünki həm də sürətli də var ona görə. Mən indi bir dənə çıxıram, girəm oyuna. Səhər olsun, maşın səhər də bir rənginə baxaq. Maşallah səhər də oldu. Bu maşın. Arxasının spoilerini çıxardacağam. Bu formadadır. Məncə çox qəşəng görünür. Bir dənə rəngini qara falan eləmək fikrim var. Bunda məncə car parkingdə var idi. Yox, şey var, klan. Klana qoşulanda verir. Məncə elə bir şeydəndir bu. Amma bilmirəm. Aha, sürdüm mən. T4 mat, T3 deyil, T4'dür. 250 ilə gedir. Gəlin görə indi neçə motorla, neçə sürətlə gedəcək. Mən bu çox xoşuma gəlir bu maşın. Qara falan eləsəm rəngini məncə oturar. Aha, 3 bax gördünüz, 300 dedim ki, 350 heç getməz ki. 320. Ha belə 320 falan gedir. Nitrozat bassam 350-370 gedər. Onda şalar deyirəm ki, bugünlük bu qədər olsun. Gələn videoları görüşərik. Sağ olun, sizə yaxşı baxın. Hələlik, bay bay.